Təsərrüfat MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin Salyanda yerləşən aqroparkında görülən işlər və tədbirlərə nəzər salsaq, görə bilərik ki, az zamanda həqiqətən çox işlər görülüb və görülməkdə davam edir. Bu dəfə pambıq sahələri, onların əkilməsi, pambığa göstərilən qayğı və diqqət haqqında danışmaq istəyirik. Əbəs yerə pambığı ağ-qızıl adlandırmayıblar. Pambıq bitkisindən bir çox sahələrdə uğurla istifadə olunur. Deyimə görə, əski pambıq bez olmaz, yeganə bitkidir ki, heç bir itki olmadan istifadə olunur. Amma pambığı əkmək, onu becərmək heç də sizə asan gəlməsin. Pambıq çox zəhmət, sevgi, qayğı və diqqət tələb edir. Hal-hazırda Az Təsərrüfat MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin Salyan ərazisində 6000 hektardan çox, Neftçala və Sabirabad ərazilərində isə 2000 hektardan çox ərazidə, ümumilikdə 10.000 hektaradək ərazidə pambıq əkilir. Torpağın canlılar üçün nə qədər vacib olduğu hər kəsə məlumdur. Sir deyil ki, torpağa hər zaman ana torpaq deyə xitab edirik. Pambıqçılıq üçün də torpaq böyük rol oynayır. Ölkəmizdə əsas pambıq yetişdirilən ərazilər Kür-Araz ovalığı torpaqlarıdır. Bu torpaqların əksər hissəsi bozqonur, bozçəmən, boz və çəmən bataqlıq formasındadır. Pambığın yetişdiyi torpaqda duz dəyəri çoxdursa, pambığın su rejimi pozulur və inkişaf mərhələsinə ciddi zərər dəyir. Yararsız torpaqların yuyulub, təmizlənib, əkinə uyğun hazırlanması, müasir texnikalar, gübrələmə tədbirləri, xarici təcrübələrin icrası torpağın məhsuldarlığını, münbitliyini artırır, şoranlaşmasının qarşısını alır və əkinə daha yararlı vəziyyətə gətirilir. Salyan aqroparkının balansında olan 5000 hektardan çox şoran torpaqlar təmizlənib, əkin üçün yararlı, uyğun vəziyyətə gətirilib. 1660 kilometrdən çox kollektor drenaj kanalları, eləcə də 430 kilometr şirin su kanalları qazılıb. Hal-hazırda da meliorativ işlərimiz hələ də davam edir. İnsan nəfəsi, ruhu, sevgisi, torpağa toxunuşu, eləcə də pambıq yetişdirilməsində çox vacibdir. Hazırda Salyan aqroparkında 700-dən çox yerli əhali iş yerləri ilə təmin olunub. Böyük və mehriban ailənin tək sirri isə torpağa sevgi, zəhmət və işlərinə olan məsuliyyətdir. Elə uğurumuz da birliyimiz və işimizin keyfiyyətidir. Bu, sadəcə gördüyümüz işlərin bir hissəsidir. Dövlətin dəstək və qayğısı ilə Az Təsərrüfat MMC Məhdud Məsuliyyətli Cəmiyyəti irəliləyən zaman çərçivəsində bir çox yeni layihə və işlər də nəzərdə tutub. Bugün qürur və fəxr hissləri keçiririk ki, ölkə iqtisadiyyatının gücləndirilməsində və inkişafında kiçik də olsa rolumuz var. Bizə olan etimadı doğrultmaq isə üzərimizə düşən ən böyük məsuliyyətdir. Gücümüz, birliyimiz, uğurumuz isə keyfiyyətli işimizdir.